إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. Amma ba'd. Əziz müsəlman qardaşlarım, sizə Allahdan qorxmağı, müttəqilərdən olmağı nəsihət edirəm. Bugün mən sizə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ibrətamiz bir hədisini danışacağım. Bu hədisdə o, günahkarların və onların əməllərinə göz yumanların aqibətinin necə olacağını bildirib demişdir. Məsəlul qaimi alə hududilləhi vəl-vaqi fiyhə kəmətəli qavmin istəhəmu alə səfinətin fəasabə ba'duhum a'ləhə və ba'duhum əsfələhə fəkənə ləzinə fi əsfəlihə İzə istəqəv minəl mə'i mərru alə mən fəvqəhum fəqalu لو أننا خرقنا في نصيبنا خرقا ولم نؤذ من فوقنا فإن يتركوهم وما أرادوا هلكوا جميعا وإن أخذوا على أيديهم نجوا ونجوا جميعا. Allah'ın qoyduğu hüdudları qoruyanların və onu aşanların halı gəmiyə minmək üçün güc şahtıqdan sonra bir qismi gəminin göyərtəsinə, digərləri də gəminin aşağı mərtəbəsinə yerləşmiş bir toplumun halına bənzəyir. Onlar dənizdə olduqları zaman aşağıdakılar su istədikdə gəminin göyərtəsinə qalxıb yuxarıdakıların arasından keçir və onları narahat edirlər. Beləliklə də yuxarıdakılar qərara gəlirlər ki, aşağıdakıları bir daha yuxarı buraxmasınlar. Onda aşağıdakılar deyirlər, gəlin, gəmini deşib buradan su götürək və yuxarıdakılara əziyyət verməyək. Beləcə, onlar gəmini deşməyə başlayırlar. Əgər yuxarıdakılar onların özbaşınalıq etməsinə göz yumsalar, gəmi batacaq və hamısı həlak olacaq. Yox, əgər bunun qarşısını alsalar, onda həm özləri, həm də aşağıdakılar xilas olacaqlar. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm günahkarların günah işlətdiklərinə görə möminlərin də bu işlərə göz yumduqlarına görə bəlaya düçar olacaqlarını xəbər verir. Demək, haqqı bilən insanlar onu avamlara, nadanlara, cahillərə başa salmasalar, Allahdan gələn bəla onların hamısını bürüyəcək. Bu xüsusda Uca Allah buyurur, وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً وَعَلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ. Elə bir bəladan qorxun ki, o sizlərdən təkcə zalim olanlara üz verməz, hamınızı bürüyər. Bilin ki, Allah şiddətli cəza verəndir. Demək, zalimlara bir müsibət gəldikdə, bu müsibət zülmə göz yumub bunun qarşısını almayanlara da bürüyür. Heç ola bilərmi ki, Allah ona iman gətirən, ona ibadət edən, ondan qorxan bir xalqı məhv etsin? Əlbəttə ki, yox. Hər şeyə qadir olan Allah yalnız Peyğəmbərlərin gətirdiyi haqqı inkar edən zalimları məhv etmiş, edir və edəcəkdir. Bu xüsusda Uca Allah buyurur, وَلَقَدْ أَهْلَقْنَا الْقُرُونَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ. Sizdən əvvəlki nəsilləri zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Başqa bir ayədə isə buyurur, وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَى حَتَّى يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَمَا كُنَّا مُهْلِكِ الْقُرَى إِلَّا وَأَهْلُهَا ظَالِمُونَ. Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ailələrimizi oxuyan bir elçi göndərməmiş, o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalim olan şəhərləri məhv etdik. Demək, bir qrup insanın azğınlığı üzündən
hamıya bəla gələ bilər. Yəni, qurunun oduna yaş dayana bilər. Ümmü Sələmə radiyallahu anh rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, ümmətim arasında günah işlər artdığı zaman Allah onların hamısına bəla göndərəcək. Mən soruşdum, ya Rasulullah, məyər o gün onların arasında əməli salih müminlər olmayacaqmı? Dedi, əlbəttə ki, olacaq. Dedim, bəs onların aqibəti necə olacaq? Dedi ki, hamıya gələn bəla onları da bürüyəcək. Sonra isə o əməli salih müminlər Allahın mərhəmətinə və rizasına qovuşacaqlar. Biləsiniz, Allahın mərhəmətinə və rizasına qovuşmaq hər kəsə nəsib olmur. Allah bizləri o xoşbəxt bəndələrdən etsin ki, qiyamət günü onları çağırıb buyuracaq, ey cənnət əhli, onlar buyur, əmrinə müntəzirik deyə cavab verəcəklər. Onda Allah buyuracaq, razı qaldınızmı? Onlar deyəcəklər, bizə nə olur ki, razı qalmayaq? Axı sən bizə yaratdıqlarından heç kəsə vermədiyin nimətləri bəxş etmirsən. Allah buyuracaq, mən sizə bundan da yaxşısını bəxş edəcəyim. Onlar deyəcəklər, ey Rəbbimiz, bundan yaxşı nə ola bilər? Allah subhanahu teala buyuracaq, mən öz rizamı sizə halal edirəm və bundan sonra mənim sizə heç vaxt qəzəbim tutmayacaq. Budur, Allahın mərhəmətinə və rizasına qovuşmaq. Əvvəldə oxuduğum hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın qoyduğu hüdudlar deyir. Allahın qoyduğu hüdudlar onun haram buyurduqlarıdır. Digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bunu açıqlayıb demişdir. Halalla bəyan edilmişdir, haramdır. Bunların arasında şübhəli şeylər vardır ki, kim o şübhəli şeylərə qalsa, harama dalmış olar. Qoyunlarını qoruğun ətrafında otaran və az qala qoruğa düşəcək bir çoban kimi, bilin ki, hər bir padişahın qoruğu vardır. Allahın qoruğu isə haram buyurduqlarıdır. Əgər padişah qoruğa girən adamı cəzalandırırsa, niyə də Allah qoyduğu hüdudları aşan günahkarları cəzalandırmasın? Əlbəttə ki, Allah o zalimları hökmən cəzalandıracaq və Allahın cəzası şiddətli olacaqdır. Uca Allah buyurur, Fi cənnətin yətəsəəlun anil mücrimin mə sələfəkum fi səqər qalu ləm nəkun minəl musallin və ləm nəkun nut'imul miskin və kunnə nəxudu ma'al xainin və kunnə nükəzzibu biyevmiddin həttə ətənəl yəqin. Cənnət əhli cənnət bağlarında bir-birlərindən günahkarlar barəsində soruşacaqlar ki, sizi səqərə, yəni cəhənnəmə salan nədir? Günahkarlar deyəcəklər. Biz namaz qılanlardan deyilik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də boş-boş danışardık və haqq-hesab gününü yalan hesab edərdik. Ölüm yəqinliyi bizə gələnə qədər. Subhanallah. Ölənə qədər bunlar nə namaz qılıb, nə zəkat, sədəqə verib, kasıbı yedizdirib. Bununla bərabər üstəlik batil sözlər danışır və haqq-hesab gününü yalan sayırlar. Bunların cəzası əlbəttə ki, cəhənnəm olmalıdır. Demək, Allahın mərhəmət etdiyi kimsələr istisna olmaqla, namaz qılmayan, kasıba əl tutmayan, batil söz danışan və haqq-hesab gününü yalan sayan hər kəs cəhənnəm odunda yanacaqdır. Özlərinə zilm edənlər də məhz belələridir. Uca Allah buyurur, Tilkə hududullahi fələ ta'təduhə və mən yətəaddə hududallahi fəuləykə humul zalimun. Bunlar Allahın hüdudlarıdır. Yəni, haram buyurduqları Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarını aşanlar, məhz onlar zalimlardır. Əgər Allah zalim adamları dərhal cəzalandırmırsa, elə düşünməyin ki, onlar heç vaxt cəzalarını almayacaqlar. Allah onlara mühlət vermişdir. Lakin gec-tez
onların cəzalarını alacaqlar. Quranda onlar barəsində deyilir: وَلَوْ يُؤَخِذُ اللّٰهُ النَّاسَ بِظُلْمِهِمْ مَا تَرَكَ عَلَيْهِ مِنْ دَابَّةٍ وَلَكِنْ يُؤَخِّرُهُمْ إِلَى أَجَلٍ مُسَمًّى فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ. Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ olmazdı. Lakin Allah onlara müəyyən vaxta qədər mühlət vermişdir. Onların əcəli çatdığı an bircə saat belə nə yuvanar, nə də tezləşə bilər. Zalimların aqibəti isə qiyamət günü belə olacaq. وَنَادَى أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّكُمْ حَقًّا قَالُوا نَعَمْ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ اللَّعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ كَافِرُونَ. Cənnət əhli cəhənnəm sakinlərini səsləyib deyəcəklər: biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü? Onlar bəli deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: Allahın lənəti olsun zalimlara. O kəslərə ki, insanlara Allah yolundan saptırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər. Gəlin, Allahın cəzalandırdığı günahkarların başlarına gələn müsibətlərdən bəzisini xatırlayaq. Allahın ilk cəzalandırdığı günahkar iblis olmuşdur. Allah ona səcdə etməyi əmr etdikdə o imtina etmiş, təkəbbür göstərmiş və kafirlərdən olmuşdur. Ona görə də Allah onu cənnətdən qovmuş, öz rəhmətindən məhrum etmiş və qiyamət gününə də lənətə düçar etmişdir. İblisin cəzası belə olmuşdur. Qiyamətə qədər lənətə düçar olur. Və tövbə etsə belə, onun tövbəsi qəbul olan deyil. Artıq Allahın mərhəmətindən qovulur. Həmçinin nəfsinə uyub doğma qardaşını öldürmüş, beləliklə də yer üzündə ilk dəfə qan tökmüş Adəm oğlu. İnsanın birinci düşməni iblisdir, şeytandır, ikinci düşməni nəfsidir. Nəfs insanı pis işlərə vadar edir, pis işlərə təhrik edir. İlk dəfə də Adəm oğlunu nəfsi pis işə təhrik edir, qardaşını öldürməyə. Quranda xəbər verilir ki, Adəm Aleyhisselamın oğlanlarından biri o birisinin verdiyi qurbanın qəbul olduğunu görüb, paxıllıq üzündən öz doğma qardaşını qətlə yetirdi. İkisi də Allah yolunda qurban verir, lakin birindən qəbul olur. Çünki o səmimiyyətlə Allaha qurban vermişdi. Allahdan qorxan bəndə idi. Allah s.ə.v. deyir ki, Quranda İnnəmə yətəqəbbəlullahu minəl müttəqin. Allah yaxşı işi ancaq müttəqilərdən qəbul edir. Qardaşı da verdiyi qurbanın qəbul olmadığını görür, paxıllığından öz doğma qardaşını öldürür. Buna görə də cəzası nə olur? Sanki bütün insanları öldürmüşdür. İlk dəfə pis işi, pis əməli, insan, adam öldürməyi, insanlara o öyrədir. Cəzası da sanki bütün insanlara öldürmüşdür. Həmçinin Nuh qövmü, Nuh Aleyhisselam 950 il öz qövmünü Allahın yoluna dəvət edir. Lakin qövmünün təzyiqlərinə məruz qalır. Qövmü onu ələ salır, inanmır. Axırda Nuh'a hədə qorxu gəlirlər. Deyirlər, ey Nuh, əgər sən dəvətinə son qoymasan, mütləq daşqalaq olacaqsan. Ondan Nuh artıq əllərini açıb Allaha yalvarır. Bu da caizdir. Müsibət təhlükəsi olduqda, bəla görəndə Allaha yalvarırsan ki, zalimların cəzasını versin. Deyir, ey Rəbbim, qövmüm məni yalancı hesab etdi. Mənimlə onların arasında qəti hökm ver. Məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar.
Bu duanı Nuh Aleyhisselam edir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yox. Nuh Aleyhisselam edir, lakin bizə də belə dua etmək şəriyyətlə icazə verilir. Allah s.ə.v. onu və onunla birlikdə olan müminləri xilas etdi. Yerdə qalanı isə yer üzündə qalanların hamısını suda qərq etdi. Ən maraqlı hadisə Hud Aleyhisselam öz qövmünə dəvət edərkən baş verir. Ona da inkar edirlər, inanmırlar, dəvətini qəbul etmirlər. Axırda gör onlara nə edir? Deyir ki, siz hər təpədə bir əlamət qurursunuz. Hündür binalar tikirsiniz. Sanki əbədi qalacaqsınız deyə qalalar bina edirsiniz. Birisinin yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız. Allahdan qorxun və mənə itaat edin. Bildiyiniz nemətləri sizə verən Allahdan qorxun. Allah sizə heyvanat və oğul uşaq verdi. Üstəlik bağlar və çeşmələr əta etdi. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram. Onlar isə cavabında nə deyir? Bizə öyüd nəsiyyət versən də, verməsən də bizim üçün eynidir. Bu yalnız və yalnız əvvəlkilərin adətidir. Əvvəlkilərin uydurduğu bir şeydir. Biz əsla əzaba düşər olan deyilik. Onlar onu yalan saydılar, Allah da onları məhv etdi. Bilirsiniz, Allah onları necə məhv etdi? 8 gün, 7 gecə fasilə vermədən onların üzərində külək əskirir. Və Allah s.ə.v. Peyğəmbər s.ə.v. ayələ buyurur ki, sən orada olsaydın, o tayfanın xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. Ayənin axırında görünür. Deyir, sən onlardan qalan bir kimsəyə heç rast gəlmirsən mi? Hündür binalar tikirdilər. Qalalar tikirdilər. Sanki əbədi qalacaqlar. Bağ, bostan, heyvanat, oğul, uşaq, çeşmələr, hər şeyləri var idi. Amma Allah s.ə.v. gör, Peyğəmbər s.ə.v. nə deyir? Sən onlardan qalan bir kimsəyə heç rast gəlmirsən mi? Allah s.ə.v. onları yerlə yeksən edir, yox edir. Onlar nankor və naşır olduqlarına görə əzaba düşər oldular. Allah rəhmət eləsin Nizami Gəncəviyə bu xüsusda naşürlər və nankorlar üçün gözəl nəsiyyət edir. Deyir, mal dövlət bol idi, millət fərəhli. Fərəhlə gəlirdi, hər təzə idi. Bu rifahdan sonra gəldi elə gün, xalq şükür etməyi unutdu bütün. Təkəbbür onları çıxartdı yoldan, çıxdı yadlarından böyük yaradan. Kim nimət verəni yada salmasa, şükür eləməsə, razı qalmasa, dar olar başına bu geniş cihan, onun ruzusu da çıxar qayadan. Naşükürləri və nankörləri Allah s.ə.v. dünya yaranan gündən indiyədək cəzalandırıb və cəzalandıracaqdır. Lut qövmü ən dəhşətli, ən şiddətli cəzaya məruz qaldı. İlk dəfə Lut qövmü kişinin kişi ilə yaxınlığını insanlara öyrədir. Bu vaxta qədər insanlar belə şey bilmirdi. Kişi də kişi ilə yaxınlıq edir. Lut qövmü qadınları qoyub şəhvətlə kişilərin yanına gedirdilər. Belə bir iğrənc iş görən tayfa Allahın lənətinə gəldi. Allah onların üstünə qasırğa ilə birgə daşlar göndərdi. Odda bişmiş gil daşları ardıcıl olaraq göydən onların başına yağdırdı. Və onların yaşadığı məmləkətin altını üstünə çevirdi. Doğrudan da şiddətli bir daladır. Lənət, əzab və yer üzündən silinib yox olmaq. Həmçinin misal çəkmək istəyirəm sizə Firavun və onun əyyanlarını. Çox təkəbbürlü idilər. Təbii ki, 1 milyon piyada və 600 min süvari əskərləri olan zalim bir padşahın əhval ruhiyyəsi belə olmalıydı. Özündən razı, özünə arxain. Firavun gəlib dənizin sahilində Musaya və onun qövmünə yetişdikdə görün nə deyir? Təkəbbürlüyündən deyir bunu. Deyir ki, bunlar kiçik bir tayfadır. Onlar bizi qəzəbləndirmişlər. Biz isə qüvvətli bir dəstəyik. Firavun gözü ilə gördüyünə hökm verir. Görür ki, padişahdır. Yanında 1 milyon piyada, 600 min süvari əskəri var. Balaca bir dəstə, Musa və onun qövmü, silahsız bir dəstə. Bunlar nə edirlər? Onda qüdrətli Allah
Musaya vəhy edir ki, əsanı dənizə var. Bir ağac parçası ilə, bir əsa ilə Musa Firavuna qalib gəlir. Musa əsanı dənizə vuran kimi dənizdə 12 yol açılır. Beləliklə, Allah Musanı və onunla birlikdə olanları xilas edir. Onları təqib edən zalimları isə suda qərq edir. Firavunu və onun o əzəmətli qoşununu suda qərq edir. Firavun baxarkən qəribə bir hadisə baş verir. Həmişə zalimlar baxarkən özlərini Firavun kimi aparırlar. Yalvarıb deyir ki, İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. La ilahe illallah deyir. Mən də müsəlmanlardanım. Onda Firavuna deyilir ki, indi iman gətirirsən, fikir ver, tövbəsi qəbul olmur. Halbuki əvvəllər asiliyə etmiş və fəsad törədənlərdən olmuşdan. Həmişə belə olur. Zalimların quyruğu daha arasında qalanda nədənsə Allah yadlarına düşür. Quran oxumaq istəyirlər. İbadət etmək yadlarına düşür. Halbuki bunu hər birimiz xoş günümüzdə etməliyik ki, çətin günümüzdə Allah bizi yad etsin. Bir misalda var dövləti çox olan zalim barədə çəkək. Bu da məşhur Quranda adı çəkilən Qarundur. Onun var dövləti həddən artıq çox idi. Allah s.ə.v. deyir ki, biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətlər ona ağır gəlirdi. Ancaq açarları 80-ə yaxın sandığın içində saxlanılırdı. Təsəvvür edirsinizmi? 80-ə yaxın sandığın içində nə qədər açarlar. O açarlar nə qədər xəzinələrin açarıdır və bu xəzinələrdə nə qədər qızıl, gümüş, daş, ləl-cəvahirat, pal-paltar və s. mövcud. Qövmü ona deyir, fərəhlənmə. Əlbəttə ki, var dövləti olan adam həmişə fərəhlənir, təkəbbürlü olur. Qövmü ona fərəhlənmə deyir, dünyadakı nəsibini unutma deyir. Allahın sənə verdiyi nimətlər sayəsində ahirətli qazan deyir. Yəni, yaxşı işlər verir. Qarun cavabında isə görülünə deyir. Deyir ki, bu mənə ancaq məndə olan biliyə görə verilmişdir. Naşükürlüyədir. Məyər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən ondan daha qüvvətli və daha çox mal dövlət yığan kəsləri məhv etmişdi. Öz zinəti içində bir dəfə qövmünün qabağına çıxır. Günahkarlar onu görəndə deyirlər ki, kaş biz də onun kimi olayıq. Kaş bizə də ona verilənin bənzəri verilərdi. İman gətirənlər isə nə deyirlər? Deyirlər, vay halımıza. İman gətirib əməli salih olan kimsə üçün Allahın mükafatı daha xeyirlidir. İman gətirənlər, möminlər, o qədər var dövləti görürlər, Qarunun o cür var dövlətli insan olduğunu görürlər ona Allah nələr verir. Lakin onlar dərk edirlər ki, bu qədər var dövlət Allah yanında heç nədir. Qarun öləndə bu qədər var dövləti özünün yana aparan deyil. Demək, bu var dövlətin ona faydası olmayacaq. İman gətirənlər üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbr edənlər nail ola bilər. Diqqət edin, ayədə gör nə deyir? İman gətirib əməli salih olan, möminsən, yaxşı işlər görürsən, bu bəs eləmir. Bununla belə bunu yalnız səbr edənlər qazana bilər. Yəni Allahın mükafatını qazanmaq üçün mömin olub əməli salih olmaq bəs eləmir. Səbr etmək lazımdır. Çünki mömin olub əməli salih olduqda ümis var. Allah səni imtihanına çəkəcək, başına cürə-bəcür müsibətlər gələcək. Səbr etsən, həqiqətən Allahın mükafatını qazanacaqsan. Allah s.ə.v. onu necə cəzalandırır? Ayədə deyir ki, biz onu da, onun evini də yerə baxırıq. Heç mi qalmadı? Onun olduğu bütün o yeri, xəzinələri, evi, hamısı Allah s.ə.v. yerin altını üstünə çevirdi. Dümdüz. Allaha qarşı ona kömək edə biləcək bir dəstə yox idi. Belələrinə bəla gələndə, vaxtı ilə onun ətrafında yaltaqlıq edənlər artıq ona kömək edə bilmirlər. Özü də özünə kömək edə bilmirlər. Allahın bəlası gələndə heç kəs o insana kömək edə bilməz. Ən maraqlısı nə idi? Dünən onun yerində olmağı arzulayanlar səhər gün deyirdilər. Demək Allah bəndələrindən istədiyi kəs üçün ruzunu artırar və azaldardı. Əgər Allah bizə mərhəmət göstərməsəydi, bizi də yerə batırardı.
demək kafirlər nicat tapmayacaqlar. Diqqət edin, Musa ilə Qarun barədə Nizami Gəncəvi nə deyir? Deyir ki, bilirsən, haradakı bir xəzinə var, qoynunda zəhər də, dərman da saxlar. Bu nə deməkdir? Yəni, var dövlət kim üçün dərmandır? Onun vasitəsilə savab qazanır, ahirətini qazanır. Kimisi üçün də zəhərdir. Onun vasitəsilə bədbəxt olur, cəhənnəmli olur. Bilirsən, haradakı bir xəzinə var, qoynunda zəhər də, dərman da saxlar. Musa gövhər tapdı xəzinələrdə, Qarun da boğuldu ləl gövhərdə. Arada ixtilaf dava oldusa, yenə Qarun öldü, qazandı Musa. Bir maraqlı, ibrətamiz bir hadisəni də sizə, yəni Quranda olan bir hadisəni danışım. Bu da hər zaman olub, o zəngin, o varlı insanlar ki, malını saxlayır, malından kasıblara vermək istəmir. Allah s.ə.v. axırda o mala bəla göndərir. Malın bərəkəti o vaxt artır ki, o malda kimin haqqı varsa, ondan həmin adama verəsən. Zəkat və sədəqə kasıbların haqqıdır. Onu verdikdə Allah s.ə.v. həmin malın bərəkətini artırır. Başlarına müsibət gələn bağ sahiblərini xatırlayaq. Quran-ı Kərimdə deyir, bir zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələrin mütləq dərəcəklərinə and içmişdilər və heç inşallah da bilməmişdilər. Onlar yuxudaykən Rəbbin o bağa əzab göndərdi. Rəbbinin əzabı bağı bölüdü. Bağ yanır, zülmət gecə kimi qapqara oldu. Səhər yuxudan oyandıqda bir-birlərini çağırıb, əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin dedilər və bağa yollandılar. Yol boyu da bir-birlərinə belə pısıldayırlar. Bugün oraya sizin yanınıza heç bir kasıb soxulmasın, onlara heç nə verməyin. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib tez getdilər. Bağı görəndə isə dedilər, deyəsən biz azmışıq. Xeyr, biz bu bağın xeyrindən məhrum olmuşuq. Onların ən insaflısı, ən ağıllısı dedi. Məyər mən sizə Allahın şəninə təriflər söyləyin demədimmi? Şükür etsəydilər, Allah s.ə.v. bağa bəla göndərməzdi. Naşükürlü etdilər, Allah s.ə.v. onları cəzalandırdı. Lakin tövbə etmək heç vaxt gec deyil. Onlar tövbə etdilər və dedilər, Rəbbimiz pakdır, müqəddəsdir. Həqiqətən biz zalim olmuşuq. Allah s.ə.v. onları bağışladı. Ayənin axırında Allah təala deyir, dünyadakı əzab belədir. Axirət əzabı isə daha şiddətlidir, daha böyükdür. Kaş biləydirlər. Axırda bütün müsəlmanlara müraciət edək, deyək, qorxun o gündən ki, o gün dualar qəbul olunmayacaq. Bunu deyən kimi hər kəs elə düşünür ki, bu qiyamət günü. Xeyr, qiyamət günü ümumiyyətlə heç nə qəbul olunmayacaq. Nə dua, nə tövbə, Allahın izin verdiyi kimsələrdən başqa heç danışa bilməyəcək. Duanın qəbul olunmayacağı bu dünyadadır. Biz bilirik ki, dua qəbul olur. Əgər mümin əllərini asıb dua edirsə, Allah ona istədiyini ya bu dünyada verir, ya ahirətdə, ya da başına gələn hər hansı bir müsibəti ondan uzaq edir. Qəribədir, dua qəbul olunmasın. Və dua nə vaxt qəbul olunur? Peyğəmbər s.ə.v. görünə deyir, deyir ki, canım əlində olan Allaha and olsun ki, siz ya insanlara yaxşı işlər görməyi əmr edəcək və onları yaramaz işlər görməkdən çəkindirəcəksiniz, ya da Allah subhanahu ta'ala sizə elə bir bəla göndərəcək ki, ondan sonra nə qədər dua etsəniz də duanız qəbul olmayacaq. Buna işlər xırda-xırda, yavaş-yavaş, üst-üstə arta-arta insanı gətirib elə bir səviyyəyə çatdırır ki, artıq böyük günahları etmək də onun üçün adi bir şey hesab olunur. Elə bilir ki, Allah mərhəmətlidir və onu bağışlayacaq. Hər şeydə kiçik günahdan başlayır. Abdullah ibn Məsud radiyallahu anh tabiinlərə deyir ki, biz sahabilər günah gördükdə elə güman edirdik ki, boynumuzdan bir dağ asılır. Nə vaxt canımız ondan qurtaracaq? Siz də günah gördükdə elə bilirsiniz ki, burnunuzun üstünə bir milçək qonur. Belə edəcəksiniz, uçub gedəcək. Tabiinlərdən biri də görün nə deyir?
İbn Sa'd rahimehullah deyir ki, günahın kiçik olmasına baxmayın. Baxın, görün kimə asi olursunuz. Bilin ki, asi olan kimsəni Allah sevməz. Və əlbəttə ki, sevmədiyi bəndəsini doğru yola yönətməz. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah kimə xeyir nəsib etmək istəsə, ona bu dini öyrədər. Allah s.ə.v. kimə xeyir nəsib etmək istəyir? Sevdiyi bəndəsinə, sevmədiyinə xeyrinizi nəsib edəcək. Bəladan başqa ona heç bir şey nəsib etmir. Allahın insana verdiyi ən büyük xeyr bu dini ona öyrətməsidir. Bu dini başa düşdün, ona əməl etdinsə, demək sənə ən böyük xeyir nəsib olmuşdur. Bunu Allah Taala ancaq sevdiyi bəndəsinə verir. O bəndəsi ki, günah işlərdən uzaqdır. Allahın dini, Allahın bizə verdiyi o elm bir nurdur. Allah s.ə.v. onu ancaq müti bəndələrinə verir. Bu xüsusda İmam Şafii rahimehullah gözəl bir şeiri var. Deyir ki, şikayət etdin vakiyə hifzin zəifliyindən, vaki tabiin, vaki ibn-i Cərrah rahimehullah. Deyir, şikayət etdin vakiyə hifzin zəifliyindən, tövsiyəsi bu oldu, əl çək asiliyindən. Sonra bəyan elədi, elm deyərlər nura, bil ki, Allahın nuru verilməz asi buna. O vaxt elmli olmağın, elmi yaymağın, alimlərin qədrini bilirdilər. Lakin indiki zamanda asiliklər o qədər çoxalıb ki, artıq elmli insanların elminə qiymət verən, onlara başa düşən çox azdır. Belə dövrdə artıq kütləvi şəkildə elmi yaymağın bir o qədər də faydası yoxdur. Əsas odur ki, o elmə özün əməl edəsən, öz əxlaqını düzəldəsən, özünü tərbiyə edəsən və bu əxlaqla da insanlara nümunə olasan. Bir nəfər deyir ki, sən heç o deyilən adamlara oxşamırsan. Dedim, sən o deyilən adamlar deyəndə kimləri qəsd edirsən? Dedi, o televiziya vasitəsilə, qəzet vasitəsilə ittiham olunan insanlara qəsd edirəm. Dedim, gəl mən sənə bir yaxşı rəvayət danışım. Ondan ibrət al. Bir dəfə Muhammed sallallahu aleyhi və səlləm bir qadına kömək edir. Zəmbillərini evinə qədər aparır. Qadın başlayır ona dua edir. Allah səni saxlasın. Allah sən balalarını saxlasın. Allah bunun əvəzini versin. Çoxlu xeyir dua etdikdən sonra axırda deyir ki, oğlum, sənə bir nəsiyyət etmək istəyirəm. O Məhəmməd ki var, ondan uzaq. O çox pis adam. O gəlib ki, bizim dədə babalarımızın əqidəsini dəyişdirsin. Deyir Allah təkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xaladan, o dediyin Məhəmməd mənəm. Qadın inanmır. Deyir, ola bilməz. Sən o Məhəmməd ola bilməzsən. Sonra qadın iman gətirir. İslamı qəbul edir. Peyğəmbər sallallahu aleyhi ve sellem ona heç nə demədi. Sadəcə olaraq ona kömək etdi. Əxlaqını göstərdi. Əxlaqını görəndən sonra başa düşdü ki, cəmaatın onun haqqında dediyi boş-boş sözlər, boş şeylərdir. Adamı da tanımaq hər adama nəsib olmur. Kimlər ki, tanımadan boş-boş danışırlar, gör nə qədər öz üzərlərinə günah və botdan götürürlər. Qiyamət günü Allahın qarşısında nə cavab verəcək? Deyəcək ki, hamı deyirdir, mən də hamı ilə bir yerdə boş-boş danışırdım. Cəhənnəmə düşəndə artıq gec olacaq. Bu xüsusda Abdullah ibn Məsud radiyallahu anh'ın gözəl bir sözü var. Deyir ki, siz elə bir zamanda yaşayırsınız ki, bu zamanda alimlər çox, danışan isə azdır. Hər kəs danışamağa cürət eləmir ki, alimlər onun xətasını tutar. Bilənənlər az, malını Allah yolunda xərcləyən isə çoxdur. Belə bir zamanda əməllər nəfsin istəyini ifarə edir. Lakin elə bir zaman gələcəkdir, bu vaxt alimlər az, danışanlar isə çox olacaq. Hər yerindən qalxan dindən danışacaq, ağlına gələni. Dilənənlər çox, malını Allah yolunda xərcləyən isə az olacaq. O zaman nəfsin istəyi əməlləri idarə edəcək. Bilin ki, axır zamanda, yəni belə bir zaman gəldikdə, gözəl əxlaqlı olma, bir çox əməllərdən xeyirli olacaq. Çox danışmaqdansa, bir dəfə yaxşı əməl eləməyin, əxlaqlı göstərməyin bəs edəcək. Allah s.ə.v. istəyirəm ki, Allah Taala bizi gözəl yaratdığı kimi əxlaqımızı da gözəl etsin. Bu duanı Peyğəmbər sallallahu aleyhi ve sellem edib, bu duanı ondan sonra gələn səhabələr edib. Deyirlər ki, Allahümmə əhsəntə xalqənə və əhsin xulqənə. Subhanək Allahümmə və bihamdik əşhədən la iləhə illə əntə əstəğfiruka və atubu ileyk.